Bəzən həyat ən böyük sevgini ən dərin nifrətə ya da ən sadiq dostu ən yad adama çevirə bilər. Lakin bəzən elə bir an gəlir ki, qəlbindəki o böyük boşluq tamamilə gözlənilməz bir şeylə dolur. İndi dinləyəcəyiniz hekayə uzaq bir rayondan Bakıya, oradan isə dünyaya uzanan bir gənc qızın təkcə uğur yox, həm də özünü tapmaq hekayəsidir. O sevgini itirdi, amma daha böyük bir şey qazandı. Bəs bu yol onu hara apardı? Gəlin bərabər dinləyək. Bakıya yola düşən Bəhram, sevdiyi qız Sona ilə vidalaşmaq üçün ona xəbər göndərmişdi. Görüş yerinə gələndə Sonanı söyüd ağacına söykənib onu gözləyən gördü. Yaxınlaşıb qızın əlini əlləri arasına aldı, gözlərinə baxdı. Hər tətildə gələcəm, darıxma yaxşı, dərslərini yaxşı oxu, gecə-gündüz oxu. Bilirəm, sənə müəllim tutan olmayacaq, amma bu problem deyil. Sən test suallarının hər birinə dərsliklərdən, əlavə kitablardan cavab tapa bilərsən. Bir qədər söhbətdən sonra qızın hələ də ovcunda saxladığı əllərini buraxdı. Mən gedim, maşın gözləyir, dedi. Bir xeyli uzaqlaşandan sonra dönüb geriyə baxdı. Sona elə yerindəcə durmuşdu. Bir-birlərinə əl elədilər. 18 yaşı Bəhram bu il məktəbi bitirib Neft Akademiyasına qəbul olunmuşdu. Düz bir il idi ki, 4 müəllimlə imtahanlara hazırlaşırdı. Nəticəsi də yaxşı oldu. Ödənişsiz qrupa düşdü. Atası rayonun ən imkanlı sayılan adamlarından biri idi. Onun rayon mərkəzində bir neçə ərzaq mağazası vardı. Məktəbə 6 yaşından gedən 15 yaşlı Sona isə xalası ilə yaşayırdı. Bu il 10-cu sinifə keçmişdi. 3 yaşı olanda atası Rusiyaya işləməyə, pul qazanmağa getmişdi. 5 yaşı olanda anası Bostanda ilan vurmasından vəfat etmişdi. Atasına xəbər göndərmişdilər, lakin o, yasın 7-ci günündə gəlib çatmışdı. Yası anasının yeganə bacısı verirdi. Atası öz evini satıb, 5 yaşlı qızını onu himayəsində qoyub, sizə pul göndərəcəm deyib, yenidən Rusiyaya qayıtmışdı. Bir neçə ay pul göndərsə də, sonra arası kəsilmişdi. Xala pedaqoji texnikimdə oxuyanda avtoqəzaya düşmüş, bir ayağında şikəslik qalmışdı. Yeriyəndə ayağını çəkirdi. Ailə qurmamışdı. Sona oxuyan məktəbdə kitabxanaçı işləyirdi. Bəhran da Sona da eyni küçədə yaşayırdı. Bəhran gilin boyuq bağ-bağatlı, 2 mərtəbəli malikanəsi küçənin başında. Sonanın xalasının evi isə küçənin aşağısında, məktəbə yaxın məsafədə yerləşirdi. Bu ev xalaya valideynlərdən qalmışdı. Bir il əvvəl Bəhram 11-ci sinifə başlayanda, sentyabrın ilk dərs günündə Sona ilə qarşılaşmışdı. Ani zahirən bir-birini tanıyırdılar, məktəbdə bir-birini dəfələrlə görmüşdülər. Lakin bu qız heç vaxt onun diqqətini cəlb etməmişdi. İndi isə qarşısında sanki başqa bir qızı görürdü. Uca boylu, gözəl, incə bədənli və məsum baxışlı. 3 ay yay tətilində bu qız necə də dəyişmişdi. Qıza yaxınlaşıb salamlaşdı. Məktəbə bir yerdə getdilər. Elə o gündən onların tanışlığı başladı. Sona tez-tez Bəhramla küçədə, kitabxanada rastlaşırdı. Nəhayət qız bu rastlaşmaların heç də təsadüfi olmadığını anladı. Bəhramın məftun baxışlarına Sona da məftun baxışlarla cavab verdi. Buraxılış imtahanları zamanı Bəhram Sonaya onu sevdiyini dedi və qızın da müsbət cavabını aldı. Bəhramın gedişindən bir il keçmişdi. Bu bir ərzində o hər tətildə gələcəm desə də heç bir dəfə də gəlməmişdi. Sona bilirdi ki, iyun ayının sonunda tələbələrin sessiyası bitir. Ona görə də səbirsizliklə iyunun sonunu gözləyirdi. Bəhram üçün çox darıxsa da ondan incimirdi. Düşünürdü ki, yaqın atası, dərslərində ciddi ol, gəlib gedib yollarda avara qalma, deyirdi. Həm də o işitmişdi ki, atası, anası bir neçə dəfə onu görməyə getmişdilər. Yaqın bu səbəbdən Bəhramın gəlmək üçün şansı qalmamışdı. İyunun sonunda Sonanın səbirsizliklə Bəhramı gözlədiyi bir vaxtda xalası işdən yeni xəbərlə gəldi. Bəhramın valideynləri Bakıya köçürlər. Atası mağazalarını satıb, Bakıda ev alıb və biznes qurubmuş. Bu xəbəri eşidən Sona donub qalmışdı. Xalası onu qucaqlayıb dedi, bilirsən ya var, sən oxumagində ol. Gələn il məktəbi bitirən kimi nəyin bahasına olur olsun səni oxumağa göndərəcəm. Xalası qız üçün çox narahat idi. Lakin onun bu xəbərə heç bir çılğın reaksiya vermədiyini görüb, sakitləşsə də hər gün işdən gələndə onun qızarmış gözlərini görəndə narahat olmağa başladı. Nəhayət bir neçə gündən sonra öz övladı kimi böyütdüyü bacısı qızını qarşısında otuzdurub sözə başladı. Mən hər gün işdən gələndə sənin qızarmış gözlərini görürəm. Bu böyük dünyada mənim bircə doğma adamım var. O da sənsən. Sənin də doğman təkcə mənəm. Mən sənə özüm haqqında heç vaxt, heç kimə danışmadığım hadisəni danışacağam. Qonşu rayon mərkəzində pedaqoji texnikumu bitirmişdim. 1-2 günə diplomumu almalıydım.
Mənimlə bir qrupda oxuyan bir oğlanla bir-birimizi sevmişdik və ailə qurmaq istəyirdik. Mən yataqxanada qalırdım. Bir gün yataqxanaya xəbər gəldi ki, diplomlarımız hazırdır, gedib götürə bilərik. Xəbəri gətirən qızla texnikuma getdik. Lakin biraz gecikmişdik. Dedilər səhər saat 10-da gəlin, götürün. Qaydanda oturduğumuz avtobus qəzaya düşdü. Mən xəstəxanada özümə gələndə bildim ki, sağ ayağımdan böyük zədə alıb əməliyyat olunmuşam. Zədəm elə ağır olub ki, cərrahlar hətta ayağımı amputasiya etmək istəyiblər. Lakin təzə ailə qurmuş bir cərrah buna imkan verməyib. Gənc bir qızdır, ayaqsız necə yaşayacaq deyib. Çalışıb ayağımı saxlaya biliblər, amma gördüyün kimi şikəstliyim qalıb. Sevdiyim oğlan eşidən kimi gəlmişdi. Lakin bir müddət sonra biləndə ki, şikəst qalacam, yoxa çıxdı. Bu mənə çox ağır təsir etdi. Amma özümdə güc tapdım. Yaqın belə məsləhətmiş dedim. Diplomumu götürüb öz rayonumuza qayıtdım. İbtidai sinifdə mənə dərs verirdilər. Xahiş etdim ki, mümkünsə kitabxanaçılığı versinlər. Kənddə mənə 2 dəfə elçi düşən oldu. Fikirləşdim ki, məni o cür sevən oğlan şikəstliyimdən utanıb məndən imtina etdisə, 2 dəfə məni görüb evlənmək istəyəndə nə gözləyə bilərəm? 10 ildir birgə yaşayırıq. Bütün məhəbbətimi sənə salmışam. Arzum ancaq səni ağıllı, təhsilli, xoşbəxt görməkdir. Hər bir yetkinlik yaşına çatan gəncin qəlbində sevgi qığılcımı olur. Bu təbiidir. Sənin bütün həyatın hələ qabaqdadır. Hələ sevəcəksən də, ailə quracaqsan da. Dünya bir bəhramla bitmir ki. Hə, heç demədim. Mənimlə diplom üçün gedən yataqxana yoldaşım o qəzada ölmüşdü. İndi xahiş edirəm, özündə güc tap, ancaq oxumaqla məşğul ol. Hökmən ali təhsil al. Bakıda qal. Bəlkə sənə görə mən də buradan gedə bildim. Sona yay tətilini imtahanlara hazırlaşmaqla keçirdi. Xalası onu bütün lazım olan kitablarla təmin etmişdi. O, ali məktəbə qəbul olunmağı qarşısına böyük bir məqsəd kimi qoymuşdu. Yalnız bu halda unuda bilmədiyi Bəhramla görüşmək imkanı olacaqdı. Fizika, riyaziyyat onun ən yaxşı bildiyi, ən yüngül saydığı fənlər idi. Dərsliklərində olan bütün düsturları, məsələləri sanki gözü yumulu həll edirdi. Hətta özü də anlamırdı ki, bu necə alınır. 2 dəfə onların məktəbindən riyaziyyat olimpiyadasına şagird göndərmişdilər. Riyaziyyat müəllimi onun namizədliyini versə də, hər ikisində direktorun oğlu getmişdi və heç bir yer tutmayıb qayıtmışdı. Xalasının məsləhəti ilə o İqtisad Universitetini nəzərdə tutub hazırlaşırdı. Bir dəfə xalası ona Landaunun həyatından bəhs edən bir kitab gətirmişdi. İlk səhifəsindən onu ofsunlayan bu kitabı 2 günə oxuyub xalasına mən ya fizik, ya da matematik olmaq istəyirəm dedi. Nəhayət məktəbi bitirdi. Sənədlərini imtahan komissiyasına verdi. Riyaziyyata olan istəyi üstün gəldi. Onu Bakıya imtahana xalası gətirmişdi. Sona imtahana girəndə gözləyənlər arasında xalası öz keçmiş texnikum rəfiqəsi ilə rastlaşmışdı. O da kiçik bacısını imtahana gətirmişdi. Lakin bu rəfiqə elə Bakıda yaşayırdı. Qızlar imtahandan çıxandan sonra xalasının rəfiqəsi onları zorla öz evinə aparıb, imtahanların nəticəsi çıxana qədər qonaq saxladı. Hər iki qız qəbul olunmuşdu. Sona yüksək balla ödənişsizə, qız isə ödənişliyə düşmüşdü. İmtahan nəticəsi çıxandan sonra xalası Sonanı götürüb mənzil kirayələmək üçün gedəndə rəfiqəsi onları saxladı. Heç yerə getməyin dedi. Bizim boş mənzilimiz var, orada qalarsınız. Axşam xala, rəfiqəsi və onun yoldaşı o biri otağa keçib xeyli söhbətləşdilər. Rayona qayıdandan sonra xalası söhbətə başladı. Sonası, rəfiqəmin mənə bir təklifi oldu. Elə ona görə söhbətimiz uzun çəkdi. Sona diqqət kəsildi. Xalası davam etdi. Rəfiqəmin əri Həsən müəllim uzun illərdir tikinti işi ilə məşğuldur. Həm özəl, həm də dövlət sifarişlərini yerinə yetirir. İşləri də dediyinə görə inkişaf edir. Rəfiqəm deyir, ona şirkətdə inanılmış, sənədləşməni savadlı tərtib və nəzarət edən bir adam lazımdır. Deyir, hələ texnikumda oxuyandan mənim savadıma, bacarığıma bələddir. Ona görə ərinə təklif edib ki, məni şirkətə işə götürsün. Əri də razılaşıb. Bir dənə boş bir otaqlı mənzilləri var. Onu da verirlər ki, özümüz ev alana qədər orada yaşayaq. Maaş yaxşı olacaq. Qənaət etsək, elə şirkətin tikdiyi evdən mənzil alıb, bir neçə ilə ödəyə bilərik. Sona sual dolu baxışlarla xalasına baxdı. Xala, mən düzü sos tatmıram. Lap nağıla bənzər bir təklifdir. Biraz susub davam etdi. Bəs sənin qol çəkdiyin sənədlərdə əyrilik çıxsa necə? Cavabdeh sən olacaqsan. Xalası gülümsədi. Bu sualı mən də verdim. Elə sənin dediyin tərzdə.
Dedi ki, mən maddi cavabdeh şəxs olmayacağam. Katib referent kimi bütün sənədləri nəzarətdə saxlayacağam. Vəssalam. Bütün axşamı söhbətləşib məsləhətləşdilər. Ertəsi gün xalası istən çıxmaq üçün ərizə yazdı və hazırlıq işlərinə başladılar. 2 həftə sonra evin qapısını qıfıllayıb, həyətyanı sahəni müvəqqəti qonşunun istifadəsinə verib, Bakıya yola düşdülər. Xala qonşuya dedi ki, qızı tək buraxa bilmərəm, hələlik gözüm yanında qalacam. Sentyabrda Sona dərsinə, xalası isə işinə başladı. İlk dərs günü Sona universitetdə olan gənclərə, xüsusən çox saylı, gözəl geyimli, yaraşıqlı qızlara baxdıqca, Bəhramın hansı səbəbə onu unutduğunu anladı. Yetkin yaşda olan gənc üçün Bakıda cazibə qüvvəsi böyük idi. O isə uzaqda qalmışdı. Necə deyərlər, gözdən uzaq, könüldən iraq. Hər şey öz axarı ilə gedirdi. Yeni dərs ili başlayanda xalası Sonaya notebook və mobil telefon hədiyyə etdi. Sanki qıza dünyanı bağışladılar. Kompüter kurslarına yazıldı. Hətta evdə xalasına da kompüterdə işləməyə öyrətdi. O birinci kursun imtahanlarını verəndən sonra xalası soruşdu. Sonası, sənin bu kompüter kursların bitmədi? Mənə kompüterdə işləməyi 2-3 günə öyrətdin, amma özün hələ də dərsdən sonra hər axşam kursa gedirsən. Bu nə sirdir belə? Bir mənə də anlat. Sona xalasının boynunu qucaqladı. Mən indi kursa öyrənməyə yox, öyrətməyə gedirəm. Orada 10 nəfərlik xüsusi qrupum var. Riyaziyyatdan dərs deyirəm. Eksperimental qrupdur. Heç təsəvvürünə gətirə bilməzsən, bu uşaqlarda necə inkişaf var. Nəhayət Sona 4-cü kursa çatdı. Bütün qiymətləri əla idi. Bakalavr pilləsini bitirəndən sonra magistraturaya girməyi planlaşdırmışdı. Sona tək xalasının yox, həm də Həsən müəllimin, onun xaniminin da sevimlisi idi. Qəlbindəki Bəhram yarası demək olar ki, artıq qaysaqlanmışdı. Yox, o kiməsə meyil salmamışdı. Sadəcə olaraq heç buna vaxtı da, istəyi də yox idi. Yeniyetmə dövründə əks cinsi olan məftunluğu indi tamamilə sönmüşdü. Bir gün Həsən müəllim ona dedi: Mənim yaxın bir dostumun qardaşı bank müdürüdür. Səni tərifləmişəm. Deyir gəlsin bir iş verərəm. Sona çox səbirli, təmkinli idi. Hər bir təklifi, hər bir variantı beynində varavurda etməmiş fikir söyləməzdi. 4-cü kurs çox məsuliyyətlidir. Qarşıdan dövlət imtahanları gəlir. Hələ ki əla gəlmişəm, ona görə çalışmalıyam, qırmızı diplom alım. Həsən müəllim: Nə deyirəm, mən hazır. Nə vaxt desən səni ora aparıb tanış edərəm. Sona bu barədə xalasına heç nə demədi. O magistraturaya qəbul olunmaq, dissertasiya müdafiə edib universitetdə dərs deməyi arzulayırdı. Buna səbəb kursda riyaziyyatdan dediyi dərslər idi. O riyaziyyatı gənc beyinlərə çatdırmaq üçün öz metodunu yaratmışdı. Nəhayət təhsilini başa vurub, qırmızı diplomunu xalasının qarşısına qoydu. Sevincdən gözləri yaşla dolan xalası əvvəl Sonanı, sonra isə qırmızı diplomu öpüb bağrına bastı. Ölmədim, bu günü gördüm, dedi. Xala, mən magistraturaya sənədlərimi göndərmişəm. İndi cavab gözləyirəm. Bəs imtahan açandır, deyə xala soruşdu. İmtahan olmayacaq, cavab gələcək. Ya qəbul olmuşam, ya da olmamışam. Mən sənədlərimi Almaniyaya göndərmişəm. Almaniyada oxumaq üçün gərək alman dilini biləsən axı. Xala, mən həftənin 6 günlü kurslara gedirdim, düzdür? Əslində mən 3 gün özüm dərs keçirdim. 3 gün isə elə orada alman dili kursuna gedirdim. Mən getdiyim yerdə həm də xarici dil kursları var. Ora alman dili kursuna gələnlərdən öyrəndim ki, Almaniyada təhsil pulsuzdur, amma alman dilini bilməlisən. Və başladım öyrənməyə. Öz riyaziyyat dərslərimdən aldığım pulları alman dili kursuna ödəyirdim. Bütün tələb olunan səviyyələrdən keçib, sertifikatlarını almışam. Nə lazımdırsa göndərmişəm. İndi cavab gözləyirəm. Nəhayət cavab gəldi. Sona Almaniyada magistraturaya qəbul olunmuşdu. Xalası da boş dayanmamışdı. Ev almaq arzusu ilə 4 il idi ki, pul yığırdı. Rayondakı evlərini də satmışdı. Almaniyaya oxumağa gedənlərin bank hesabında pulu olmalı idi. Sona üçün bank hesabı açıb, lazım olan məbləği ora keçirdi. Xala yaxşı bir süfrə açdı. Rəfiqəsi gili dəvət etdi. Sonanı Almaniyaya yola saldılar. Təhsilin 1-ci ili Sona çətinlik çəkirdi. Xalası hər ay pul göndərirdi. Tətilə çıxanda zəng vurdu. İşə düzəlmişəm, gələ bilməyəcəyəm, dedi. 2-ci dərs ilində də işləməyə davam etdi. Dedi ki, icazəsi var. Magistraturanı bitirəndə xalasına zəng vurdu. Doktoranturaya qəbul olunmuşam, dedi. Sevincinin həddi hüdudu yox idi.
Xalasının yenə də gələsi olmadın sualına, gələn il hötmən gələcəm cavabını verdi. Sona gələndə xalası 2 həftəni bir yerdə keçirmək üçün məzuniyyət götürmüşdü. Elə istəyirdi bütün günü bişirib düşürsün, ona qulluq etsin. Qız xeyli arıqlamışdı. Xalasının özünə niyə baxmırsan sualına, xala, baxıraram, dedi. Günün birinci yarısı dərs, ikinci yarısı iş. Gecə isə dərslərimə, imtahanlara hazırlaşma. Sonra isə doktoranturaya qəbul olunmaq üçün çalışmalar. Qəbul olandan sonra müxtəlif jurnallar üçün elmi məqalələr. Xalası təklif edəndə ki, gedək biraz gəzək, 3 ildə şəhəri görmürsən, bax gör Bakı necə dəyişib. Sona, gedərik, dedi. Amma qoy bir doyunca yatım. Almaniyaya qaydanda Sonanın etirazına baxmayaraq, xalası onu aeroportdan yola saldı. Ayrılanda Sona xalasına dedi. Xala, mənə 3 ya 4 il vaxt ver, müdafiə edib qaydacam. Mənim arzum burada, universitetdə dərs deməkdir. Burada da müdafiə edə bilərdin. Bilərdim, lakin oradakı kimi inkişaf edə bilməzdim. Mənim orada böyük potensialı olan elmi kitabxanadan istifadə hüququm və doktorluq işim üçün artıq elmi rəhbərim də var. Bilirsən xala, tək ki sənin həvəsin, iş qabiliyyətin və əlbəttə professionallığın olsun. Bunlar varsa sənə zaval yoxdur. Buyur işlə, Almaniya belə bir yerdir. Maddi cəhətdən kömək lazımdırsa de, mən hazıram. Yox, mənə kömək lazım deyil. Sən deyirdin pul yığmısan. Evin pulundan qalan borc ilə üzülüşmək istəyirsən. Hökmən üzülüş. Dostluq öz yerində, haqq hesab da öz yerində. Bu illər ərzində xalası pul yığbud 2 otaqlı bir mənzil götürmüşdü. İndi də mənzildən qalan borcu ödəyirdi. Mənim elmi jurnallarda məqalələrim çıxır. Aldığım qonorarlar mənə bəs edir. Bax xala, evin borcu ilə hökmən üzülüş. Bütün bunları cəmi 9 il əvvəl rayondan gəlmiş bir qız deyirdi. Sona doktoranturanı bitirdi. Dissertasiyasını da müdafiə etdi. Bu 4 il ərzində cəmi bir dəfə Bakıya gəldi. Bir dəfə də xalasına viza göndərib öz yanına gətizdirdi. Bir ay ərzində onu bir neçə Avropa ölkəsinə səyahətə aparıb, ona unudulmaz günlər yaşatdı. Lakin xalasına verdiyi sözü tutmadı. Bakıda yox, Almaniya Universitetində fəaliyyətə başladı. Bir gün sonra xalasına zəng vurdu. Artıq universitetdə çalışmağından 1 il keçirdi. Xala, məni Birləşmiş Ştatlara işə dəvət edirlər. Universitetə. Mən ora rezümə göndərmişdim. İndi müsbət cavabı gəlib. Hətta illik maaş da göstərilib. Yüksəkdir. Getmək istəyirəm, sən nə deyirsən? Xalası bir qədər susqunluqdan sonra, yenə özün bilən yaxşıdır, amma çox uzuqda axı. 3 illik kontrakt olacaq. Mən hazırda bir riyazi məsələ üzərində işləyirəm. Bu məsələ isə məni dəvət edən universitetin proqramında var. Məni də ona görə dəvət ediblər. Sonası, cəmi 3 illikdirsə, get. Nə deyim? İşin uğurlu olsun. Sağ ol xala. Sən xeyir dua verdinsə, hər şey yaxşı olacaq. Onda mən onlara müsbət cavabımı göndərirəm. Sentyabrdan isə orada işə başlayacağam. Bu söhbətdən 3 gün keçmişdi. Xala Sonaya zəng vurdu. Sonası, Həsən müəllim xəstələnib. Deyirlər Almaniyaya aparsalar yaxşı olar. Əgər sən məşğul ola bilərsənsə, burada keçdiyi müayinələrin surətini göndərim, orada göstər, gör nə deyirlər. Əlbəttə məşğul olaram, təcili göndər. Sonanın elmi rəhbərinin qardaşı tibb professoru idi. Xahiş edib gələn sənədləri ona verdilər. O müayinələrlə tanış olandan sonra dedi ki, xəstəni gətirsinlər. Həsən müəllimi gətirib xəstəxanaya qoydular. Onunla birgə gələn xanımını isə Sona öz kirayədə yaşadığı evə apardı. Müayinələrdən sonra Həsən müəllimi əməliyyat etdilər. Onu palataya köçürəndən sonra görüş saatlarında Sona onun xanımı ilə birgə hər gün xəstəni görməyə gedirdi. Kişi əməlli başlı yaxşılaşmışdı. Özü durub gəzirdi, iştahası açılmışdı, yeyirdi, onlarla zarafat da edirdi. Növbəti dəfə gələndə Həsən müəllim dedi: Sona, bu şöbədə məndən başqa Bakıdan gələn bir nəfər də var. Gör nə qədər mermeyvə gətirmisiniz. Yaxşı bir pay tutun, gedib yerlimizi salamlayaq. Hər üçü xəstənin yanına getdilər. Əvvəlcə Həsən müəllimin xanımı kişiyə yaxınlaşıb, salamlaşdı, ona şəfa dilədi. Sonra Sona yaxınlaşdı. Kişinin ona tanış gələn üzünü görüb duruxdu. Yəni bu Bəhramın atasıdır? Sona kişi ilə salamlaşıb, yastığınız yüngül olsun dedi. Onların rayonunda xəstə üstünə gedəndə belə deyərdilər. Stul çəkib əyləşdilər. Xəstə kişi Sonanı tanımadı. Həsən müəllim kişi ilə söhbət edirdi.
Qadınlar isə qulaq asırdılar. Elə hazırlaşıb çıxmaq istəyirdilər ki, palatanın qapısı açıldı, içəriyə bir nəfər daxil oldu. Xəstə kişi dedi, gəl oğlum, elə vaxtında gəlmisən, tanış ol, sənə dediyim yerlimizdir, Həsən müəllim. Bu xanımlar da onun ailəsidir. Xəstənin oğlu əvvəlcə Həsən müəllimlə görüşdü. Bəhram, deyərək özünü təqdim etdi. Sonra xanımla salamlaşdı və Sonaya tərəf döndü. Bir anlıq donub qaldı, lakin özünü ələ alaraq salam, dedi. Sona daxilən həyəcan keçirsə də, zahirən tam sakit idi. Bəhramın salamına sakitcə salam dedi və sanki onu tanımırmış kimi susub dayandı. Həsən müəllim daha 5-6 dəqiqə Bəhramın atası ilə söhbət edib xudahafizləşdi. Xanımları ilə birgə palatadan çıxdılar. Palatadan çıxanda Sona elə bir hissiyatla getdi ki, sanki bu adam onun illərlə gözlədiyi, gözləri ilə hər yerdə axtardığı adam deyildi. Anladı ki, artıq qəlbində ona qarşı heç bir hissi qalmayıb. Ertəsi gün qadınlar Həsən müəllimin yanına gələndə o Sonaya dedi. Sona, qızım, bizim bu həmyerlimiz sənin rayonundan imiş. Düzdür, kişi səni tanımayıb, amma oğlu tanıyıb. Ata sənin haqqında məni sorğu-suala tutdu. Mən də sənin uğurlarından doyunca danışdım. Universitetdə dərs deməyindən, alimliyindən, riyaziyyata gətirdiyin yeniliklərdən, Birləşmiş Ştatları universitetə dəvət almağından, sentyabrda ora gedəcəyindən, hər şeydən danışdım. Qoy tanıyanlar səninlə fəxr etsinlər. Sona gülümsədi. Sağ olun, Həsən müəllim. Sizin tikinti şirkətinizin müvəffəqiyyəti incə mənə aydın oldu. Sizin əla reklam qabiliyyətiniz var imiş. Gülüşdülər. Həsən müəllimin müalicəsi bitdi. Sona onları Bakıya yola saldı. Özü isə Amerika Birləşmiş Ştatlarına yola düşdü. Təyyarədə Bəhramı xatırladı. Artıq qəlbində ona yer yox idi. Lakin onun qəlbində sevgi var idi. Bu sevgi bütün dünyanı idarə edən riyazi rəqəmlərə yönəlmiş və o ömürlük bu rəqəmlərin vurğunu olmuşdu. Bəzən itirdiklərimiz əslində qazandıqlarımızın başlanğıcıdır. Sona sevgini itirdi, lakin öz daxili gücünü, zəkasını və kainatın harmoniyasını tapdı. Bəhram isə keçmişdə qaldı. Sadəcə bir xatirə kimi. Həyat davam edir və hər bir kəsir, hər bir rəqəm bizi yeni bir gələcəyə aparır. Bu hekayəni bizimlə dinlədiyiniz üçün təşəkkür edirik.